Siz uzunömürlü dam örtüklərini necə seçirsiniz? Hər şeydən öncə biz xammalı rulon formasında dünyada ön sıralarda gedən Cənubi Koreyanın Dongbu zavodundan alırıq. Ən əsası bu xammal həmin zavodun müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyalarında mütəxəssislər tərəfindən yoxlanılır. Bütün dünya keyfiyyətli xammal istehsal edən Cənubi Koreyanın Dongbu şirkətinə etibar edir və inanır. Dongbu zavodundan xammal rulonlar formasında Azərbaycanda yerləşən Yüksəklik Ltd firmasına gətirilir. Rulonlar Yüksəklik Ltd firmasında ilkin nəzarətdən keçirilərək anbarlara boşaldılır. Xammalın qalınlığı ölçülür və keyfiyyəti nəzarətçilər tərəfindən yoxlanılır. Metal dam örtükləri 9 qatdan ibarətdir. Polimer qatı, astar boya, passivləşdirmə qatı, sink qatı, polad təbəqə 0,38-0,57 mm, sink qatı, passivləşdirmə qatı, astar boya, qoruyucu boya qatı. İtaliya istehsalı olan stam avadanlıqları müasir dünyada çox böyük nailiyyətlər qazanmışdı. Stam avadanlıqları vasitəsilə istehsal olunan metal, keramik məhsulları keyfiyyət baxımından ən öndə gedən məhsullardandır. Müəssisəmizdə stam avadanlıqlarının vasitəsilə istehsal olunan məhsullar AZS 592 2011 standartına tam uyğundur. Həmçinin bu dəzgahlarda çiləmə sisteminin olması onda istehsal olunan məhsulların uzunömürlü və keyfiyyətli olmasına əsas verir.
Bir cəhəti də xüsusilə qeyd etmək lazımdır ki, məhsulların səthinin örtüyünün qanuna uyğun şəkildə tam keyfiyyətliliyi müəssisənin mütəxəssisləri tərəfindən xüsusi cihazlarla yoxlanılır. Yüksəklik LTD müəssisəsində istehsal olunan məhsullar Rusiyanın ən yüksək laboratoriyalarında yoxlanılaraq 30 il xidmət müddətinə zəmanət verilir. Avadanlıqlarda istehsal olunan məhsullar dərhal bükmə avadanlıqlarında qablaşdırılır. Bunun nəticəsində qablaşdırılmış hazır məhsulların cızılmasının qarşısı alınır və məhsulun səliqəli görünüşü qorunur. Dam örtüyünü evlərin üstünə vurarkən xüsusi qaydalara əməl etmək lazımdır. Dabanlı ayaqqabılarla metal dam örtüklərinin üstündə gəzmək qadağandır. Laqonda ilə metal dam örtüklərini kəsmək qadağandır. Eviniz mübarək. Как вы выбираете долговечные основательные кровельные покрытия? Прежде всего мы закупаем сырье в форме металлических рулонов у одного из самых передовых мировых производителей завода Dongbu Южной Кореи. Самое главное, это сырье проверяется специалистами лаборатории данного завода, оснащенным самым современным оборудованием. Весь мир доверяет южнокорейской фирме Dongbu, производителю качественного сырья. С завода Dongbu сырье в виде рулонов поступает в компанию Yüksek-Lig, находящуюся в Азербайджане. Рулоны в компании Yüksek-Lig, пройдя входной контроль, складируются в складе компании. Изменение толщины и проверка качества сырья осуществляется контролерами. Металлические кровли состоят из 9 слоев. Первое – полимерное покрытие, второе – грунтовая краска, третье – пассивированное покрытие, четвертое – цинковое покрытие, пятое – стальное покрытие толщиной 0,3 и 0,5 мм, шестое – цинковое покрытие, седьмое – пассивированное покрытие, восьмое – грунтовая краска, девятое – покрытие защитной краской. Оборудование СТАМ производства Италии добились в современном мире больших успехов. С точки зрения качества, производимой на оборудовании СТАМ металлочерепица является самой передовой продукцией.
Производимая в компании на оборудовании СТАМ продукция полностью соответствует стандарту АЗС 592-2011, а также наличие на данных станках системы опрыскивания создает основы для долговечности и качества производимой на ней продукции. Особенно нужно отметить еще один фактор. Проверка качества покрытия продукции в соответствии с законом осуществляется специалистами предприятия специальными приборами. Продукция, произведенная компанией Lixeclit, проверяется самыми лучшими лабораториями в России и предоставляется гарантия на 30 лет службы. Произведенная продукция безотлагательно упаковывается на соответствующем оборудовании. Вследствие этого упакованная готовая продукция предохраняется от царапин и сохраняется аккуратный вид продукции. При установке кровельного покрытия необходимо соблюдение особых правил. Запрещается ходить по кровельному покрытию в обуви на каблуках. Запрещается резать металлические кровельные покрытия лагундой, абразивным инструментом. С новосельем!